eləsin. Bugünkü mövzumuz sülh və ədalət məsələsində dinin roludur. Bildiyimiz kimi 20 sentyabr dövlət suverenliyi günüdür. Bunun mənası nədir? 2020-ci ildə 2-ci Qarabağ müharibəsindən sonra torpaqlar tam işğaldan azad olunmamışdı. Ona görə 2023-cü ildə sentyabrın 19-u və 20-sində 23 saatlıq kütləvi şəkildə antiterror əməliyyatları keçirildi və məhz bundan sonra, bu hadisədən sonra bir il sonra 2024-cü ildə etibarən nəhayət sentyabrın ayının 20-si hər il dövlət suverenliyi günü kimi qeyd olunur. Yəni bizim konstitusiyamız, dinimizin aliliyi dövlətin, respublikanın bütün ərazisində qorunur. Bu o deməkdir. Və bildiyimiz kimi xalqımız, millətimiz bir xalq olaraq son zamanlar bir çox mövzularda dünyaya sözün deməyə çalışır, çatdırmağa çalışır. Əgər bilirsinizsə, dünyada çox az xalqlar qısa müddət ərzində, qısa döyüşlə, qısa müharibə ilə böyük zəfər əldə edib. Xalqımız, Azərbaycan xalqı da həmin siyahıya öz adını yazdıran xalqlardandır. 2020-ci ildə 44 günlük müharibə ilə böyük bir zəfər əldə eləmək bizə Allah bunu nəsib elədi, şükürlər olsun Allaha. Və ondan sonra bundan əlavə dediyimiz kimi eyni zamanda dövlət suverenliyi gününün elan olunması da sentyabrın ayının 20-sinə düşür. Əslində isə sentyabrın ayının 21-i beynəlxalq sülh günüdür. Bütün dünya üzrə beynəlxalq sülh günüdür sentyabr ayının 21-i. Nə üçün? Çünki 1981-ci ildə BMT-nin qəbul etdiyi qətnamə əsasında dünyada bir günlük də olsa sülh elan olunur. Bunda da məqsəd budur ki, həmin gün heç olmasa haradakı sülh əmin-amanlıq pozulur, həmin gün müharibə olan ölkələr heç olmasa bir günlük atəşkəs elan eləsinlər, dünyada bir gün dincilik elan olunur. Çünki Avropa alimlərinin, tarixçilərinin tədqiqatçılarından biri qeyd edir, onun hesablamalarına görə 1945-ci ildən sonra indiyə kimi neçə ki, 80 il keçirdi, təxminən bir əsr keçir, 80 il keçir. Amma görəsən bu illər ərzində, bu 80 il ərzində, bir əsr ərzində görəsən dünyada neçə gün sülhə nail olunur ki, hesablayır bir 26 gün. 26 gün, 80 il ərzində bütün dünya üzrə sülhləri, günlərin bir yerə yığanda heç bir ayda elanır. Yəni bu qədər az müddətdə sülh olur. Yəni bu o deməkdir ki, dünyanın bu dəqiqə bütün xalqların, bütün millətlərin sülhə, ədalətə, böyük əmin-amanlığa böyük ehtiyacı var. Sülhü, əmin-amanlığı da təmin edən ən böyük qüvvə bildiyimiz kimi dindir, İslamdır. Çünki İslam dininin bir mənası təslimiyyətdir, bir mənası da sülh, əmin-amanlıqdır. Allahın adlarından biri salamdır, yəni əmin-amanlığı təmin edən, insanlara sülh təmin edən, onları qoruyan. Ona görə də mən istəyirdim bu mövzuda şəhidlərimizin nə qədər böyük olduğunu sizlərə çatdırım. Təbii ki, sülh əmin-amanlığın və dövlətin ərazi bütövlüyünün qorunmasında, işğal altında olan torpaqlarımızın azad edilməsində təbii ki, şəhidlərin böyük rolu var. Ona görə biz hər bir şəxs çalışdığı bütün sahələrdə, hər birimiz bütün sahələrdə ən birinci şəhidlərimizə və qazilərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa inayət eləsin inşallah. Quran-ı Kərimdə Allah Teala buyurur: "Və-men əzlamu mimmen men'a məsacida en yuzkara fihi ismullah və sa'a fi xarabiha." Ondan daha zalim kim ola bilər ki, məscidlərdə Allahın adının zikr olunmasına mane olsun və onu viran qoysun. Allahın məscidləri viran qoysun, dağıtsın, xarabalığa çevrilsin. Bildiyimiz kimi bu neçə illər ərzində bu münaqişələr nəticəsində işğal olmuş torpaqlarda nə qədər məscidlərimiz dağıdılmışdı və bu bir daha ermənilərin necə terrorist və cinayətkar bir xalq olduğunu üzə çıxardır. Nəhayət şükürlər olsun ki, bu illərdən sonra biz bu əmin-amanlığı öz torpaqlarımızı geri qaytarmaqla sülh əmin-amanlığı bərpa etməyə Allah bizə nəsib elədi. Allah bizim bu sülhümüzü, suverenliyimizi daimi əbədi eləsin inşallah. Və ayənin ardında buyurur ki,
Halbuki onlar, yəni Allahın düşmənləri o evlərə mə kənə ləhum illə xaifin, illə ən yədxuluna xaifin. Onlar yalnız qorxduqları halda məscidlərə daxil olmalıdır. Bir kəs ki, Allahın düşmənidir, bir kəs ki, İslam dininə qarşı çıxır, məscidləri viran qoyur, onların o İslam millətinin, müsəlmanlar yaşadığı torpaqlara girişi qorxu halında olmalıdır. Bu nə deməkdir? O demək ki, Allah da istəyir ki, müsəlmanlar söz sahibi olsunlar. Müsəlmanlar söz sahibi olsunlar. Onlarda qorxu yarada biləcək şəxslər müsəlmanlarımıza şükürlər olsun ki, biz bu Qarabağ müharibəsində, 2-ci Qarabağ müharibəsində bu qorxunu onlarda yarada bildik. Allah bu əmin-amanlığımızı daim eləsin, əbəd eləsin və nəhayət Allah Teala Ənfal surəsi 61-ci ayədə buyurur ki, Ənfal surəsi 61-ci ayədə buyurur ki, salavat zikirləyin. Allahümmə səlli alə Muhamməd və ali Ya Peyğəmbər, əgər Allahın düşmənləri, sənlə vuruşanlar sülhə meyl eləyərlərsə, sən də barışığa get və Allaha bel bağla, Allaha təvəkkül elə. Bu baxımdan şükürlər olsun ki, sülh sazişi imzalanıb, amma bu sülh sazişinin imzalanması o demək deyil ki, biz yaxın keçmişimizi, yaxud uzaq keçmişimizi unutmuş olacağıq. Biz xalqımıza qarşı törədilmiş cinayətləri daim yadımızda saxlamalıyıq ki, bir daha bu cinayətlər xalqımıza qarşı törədilməsin. Allah sizlərdən razı olsun.